Beynəlxalq aeroportunun genişləndirilməsi layihəsinə başlanılıb. Fransanın aviasiya qrupu ADP Gürcüstana 150 milyon dollardan çox investisiya yatıracaq. Aeroportun buraxılış qabiliyyəti 2 dəfə artacaq və illik sərnişin sayı 5 milyondan 10 milyona çatdırılacaq. İşlər artıq başlayıb. Tel-Avivdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir. Xüsusi texnika səhər saatlarından etibarən fəaliyyətini bərpa edib. Hazırda dünən hərəkətin mümkün olmadığı Alazani prospekti daş və çınqıldan təmizlənib. Sahil bərkitmə işlərinin aparılması nəticəsində daşmış sel yatağına qayıdıb. Suyun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb və hazırda çayın yenidən daşması təhlükəsi yoxdur. Sel Tel-Avivin bir hissəsinə ciddi ziyan vurub. Yol infrastrukturu dağılıb. Özəl və dövlət obyektlərinə zərər dəyib. Xüsusi komissiya zərərin hesablanması ilə məşğuldur. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin prioritetlərinin müxtəlif nazirliklərin və aidiyyəti qurumların iştirak etdiyi operativ qərargah müəyyənləşdirir. Külli miqdarda narkotik vəsitələrin qanunsuz əldə edilməsinin saxlanılması və satışına şərait yaradılması ittihamı ilə bir nəfər saxlanılıb. Şəxsi üzərindən və yaşadığı evdə aparılan axtarış, eləcə də istintaq eksperimenti zamanı onun göstərdiyi yerlərdən sübut kimi satışa hazırlanmış kokain alfa PVP, həmçinin çəkisi 50 qram qədər olan və 48 bağlamada qablaşdırılmış mefedron götürülüb. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Sfero Holding şirkətinin zərər çəkənləri dəymiş ziyana ödənilməsi məsələsindən dövlətin prosesə cəlb olunmasını tələb edirlər. Bugün səhərdən iş üzrə növbəti məhkəmə iclası keçirilib. Təxminən 50 zərər çəkmiş bildirir ki, Sfero Holding onların mənimsənilmiş əmlakını gizlədib və toplanmış vəsait belə zərərin yarısını ödəməyə kifayət etmir. İş üzrə təqsirləndirilən şəxsləri Kivi Tsulegiskeri və Sofi Petriashvilidir. Eyni şirkətin direktoru Georgi Murusidze İtaliyada saxlanılıb və ekstradisiya prosedurları davam edir. Ümumilikdə 570 vətəndaş zərər çəkmiş hesab olunur. Kaja Kallas bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini dəstəkləmək istəmir. Onun məqsədi Gürcü xalqına dəstək verməkdir. O, bu fikri Gürcü arzusu ilə əməkdaşlığın Qara Dənizin təhlükəsizlik siyasəti çərçivəsində EA ilə münasibətlər fonunda necə göründüyü ilə bağlı suala cavab olaraq səsləndirib. Kallasın sözlərinə görə Gürcüstanla bağlı Avropa İttifaqının müəyyən çətinlikləri var. Çünki hazırda hökumətlə münasibətlər praktiki olaraq mövcud deyil. Buna görə də EA-da Gürcü xalqına necə dəstək vermək barədə müzakirələr aparılır ki, onlar Avropa perspektivinə olan ümidlərini itirməsinlər. Lüksemburqun Xarici İşlər Naziri isə bildirib ki, əgər onlar Gürcüstan hökuməti ilə danışmasalar, dəyişikliklər həyata keçirə bilməyəcəklər. Onun sözlərinə görə EA-da bunu bəyənib. Bəyənməmələrindən asılı olmayaraq, fakt budur ki, hakim partiya seçkilərdə qalib gəlib. Azərbaycan Avropa Şurasından tamamilə çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir. Bunun İlham Əliyev 4-cü Qlobal Media Forumunun açılış mərasimində bildirib. O xatırladıb ki, 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Ansambliyası Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini dayandırıb və səs vermə hüququndan məhrum edib. Onun sözlərinə görə, bu qərar insan hüquqları ilə bağlı olmayıb və əslində Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə əlaqəli olub. Azərbaycan lideri bildirib ki, əgər Avropa Şurası Azərbaycan nümayəndə heyətinin səs vermə hüququnu bərpa edərsə, ölkə təşkilatının fəaliyyətini də qaydacaq. Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində 342 Ukrayna pilotsuz uçuş aparatını məhv edib və ya zərərləşdirib. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə dronlar 14 regionda İlhaq edilmiş Krımda, eləcə də Qara və Azov dənizləri üzərində vurulub. Moskva merinin məlumatına görə şəhər istiqamətində 350-dən çox dron hərəkət edib və onlardan 50-si məhv edilib. Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücum nəticəsində 3 nəfərin öldüyünü bildirib. Stavropol diyarında qubernatorunun sözlərinə görə dron hücumu nəticəsində Şpakovski rayonunda yerləşən sənaye zonasında yanğın baş verib. Ukrayna tərəfi bu hücumla bağlı hələlik açıqlama verməyib. Ukraynanın baş naziri Yuliya Sviridenko vəzifəsini tərk edəcək. Qərar prezidentin nazirlik kabinetinin yenilənəcəyini elan etməsindən sonra məlumat olub. Volodymyr Zelenskinin sözlərinə görə Ukrayna yeni siyasi strategiyaya keçir. O, Sviridenkoya
əsas tərəfdaşlarla münasibətlərinin mühüm istiqamətlərindən birini rəhbərlik etməyə təklif edib. Yuliya Svirdenko prezidentə etimada görə təşəkkür edib və bildirib ki, Ukraynanın yaxın tarixinin ən çətin dövründə hökumətə rəhbərlik etmək üçün böyük şərəf olub. Tbilisi Balet Festivalının 7-ci qala konserti keçirilib. Tədbirdə Mədəniyyət naziri iştirak edib. Proqram dünya klassikası və müasir xoreoqrafının seçilmiş nümunələrini əhatə edib. Buraya Lea baleti, Raymonda baletinin 3-cü pərdəsi və Don Quixote baletinin Grand Divertissementi daxil olub. Qala konsertə Tbilisi Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə maestro Levan Çaqayev rəhbərlik edib. Tədbirdə həm Gürcüstan Dövlət Baletinin, həm də dəvət olunmuş solistlərin iştirakı olub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Tbilisi Balet Festivalı 7-ci dəfə keçirilir. Festivalın badi rəhbəri Nino Anaişvilidir.